Test işləyərkən zaman və hissəciyi fərqləndirməkdə çətinliyin varsa, bu videonu sona qədər izlə. Bir dəqiqə ərzində mən sizə möhtəşəm bir izah təqdim edəcəm. Yadda saxlayırıq ki, feildə zaman və hissəciyi tapmaq istəyirsənsə, mütləq həmin ifadəni inkara çevirirsən. Gələrdi, gəlməzdi. Baxırdı, baxmırdı. Aparardı, aparmaz. Təbii ki, inkara çevirirsən və inkarlıq şəkilçisindən sonra gələn ilk şəkilçi sənin zaman şəkilçindir, sonra gələn hissəcidir. Gəl, göstərir. Gələrdi, gəlməzdi. Gəl sözün kökü. M inkarlı şəkilçisi öz sahibini itirib. Ar şəkilçisi zaman şəkilçisi inkarda aza çevrilib. Az zaman, D hissədir. Demək, gələrdi hansı zamandadır? Gələcək zamandır. Çünki mən bunu inkardan sonra gələn ilk şəkilçi sənin zaman şəkilçinin hansı zamanda olduğu gələcək zamanda. Baxırdı ifadəsi. Elə bilirsən ki, keçmiş zamandadır. Qətiyyən ki, inkara çevirdim. Baxırdı, baxmırdı. Bax sözün kökü. M inkarlı şəkilçisi öz sahibini itirib. I zaman, D hissədik. Baxırdı hansı zamanda oldu? İndiki zamanda. Aparardı, aparmazdı. Apar sözün kökü. M inkarlı şəkilçisi öz sahibini itirib, yəni mamə o sahibini itirib. Ar aza çevirib, D da hissəcik. Aparardı hansı zamandadır? Keçmiş, təbii ki, xeyr. Gələcək zamandadır. Demək, gələrdi gələcək zamanda, baxırdı indiki zamanda, aparardı gələcək zamanda. Nədən bildim? İnkardan sonra gələn ilk şəkilçi sənin zaman şəkilçidir. Diqqətinə görə təşəkkür edirəm.